Hörmətli bizim TikTok, YouTube, Instagram, Facebook izləyicilərimiz. Bu hər kəsin axtardığı şəxsi, özünə tikilmiş, gözəl, yaraşıqlı belə bir ev. Bax 3 sotda, 3 sot yox, 3 sot bu torpaqdır, torpağın içində tikilmiş ev. Əlavə bunun burada da bax belə zəbti var. Bax ev sahibi burada bağ eləyib özünə. Özdə 2 tərəfli yolla, 2 dənə darvazası var. Bax hamının arzuladığı kimi. Buradan gir, buradan qaç, bax belə bir yerdir. Evin qufçası da var. Ev çox səliqəli tikilib. Ev kolonlarla tikilib. Bax evin bütün ünvanını göstərirəm sizə. Bax gördüyünüz kimi görün bax enli bax belə küçə harda var, heç harda yoxdur. Var mı? Hani var? Yoxdur. Bax bu enlikdə küçə heç harda yoxdur. Yəni bu evin keyfiyyətindən heç kim belə narazılıq eləyə bilməz də. İstir mütəxəssislə gəlin, istir mühəndislə gəlin, istir memarla gəlin. Deməli bu həmən ev sahibi bura əziyyət çəkib də, bura vaxtını sərf edib, illərin qoyub. Bunun güllərinə bax, bunun çiçəklərinə bax. Görürsünüz bax nə qədər bu xanım bura, bu ev yaz xanımdır, nə qədər çək. Bu xanım burada həqiqətən də ömrün qoyub. Bax bu da bunun geniş terrası, həyəti. Bax yenə təkrar edirəm ki, ev qufçalıdır, ev kolonlarla tikilib. Bax gördüyünüz tumbalar hamısı betonla düzəlib, betonla tikilib. Yəni bunu 2 mərtəbə nəzərdə tutmuşdu, sonradan bunun fikrini dəyişdi, 1 mərtəbə elədi. Bax gördüyünüz kimi hər gördüyünüz tam metrin altında beton var. Bax bunun hər iki tərəfi bağıdır. Evin qiymətini ilkin olaraq neçə mindir? 170 min manata deyir. Hər halda bu şirinlik eləyər, qiymətini biraz yüksək deyir. İstəyir ki, bunu satsın. Bax bu evin görürsünüz, bax bu çöl hissəsidir. Bax çölü nə qədər gözəldirsə, içərisi də ondan da gözəldir. Evin hər tərəfi də açıqdır. Hər tərəfə bax deyək göstərdiyim sizə kimi evin 2 dənə girişi var. Yəni demək olar ki, bu evin elə 6 sot torpaq burada, bu 6 sotda 3 sənədli, 3 sənədsiz 6 sot torpaq elə burada 120 mindir. Baxın gözəlliyə. Bağ burada, bağça burada, həyət burada, nə bilim pişik burada. Bu da bunun texniki otağıdır, bu evin arxa tərəfidir. Bax oradan kombi sistemidir, də mən çəkmirəm oranı. Bax belə bu vəziyyətdə. Bax bu vəziyyətdə burada. Bax belə bu vəziyyətdə evdir. Burada bunun tutmaları da var, nəsə zeytunzad da tutub, bunu da yəqin ki üstündə hədiyyə eləyər. Bu əşyalar qalır, qalmır? Yox, hə? yox, nə əşya onlar. Qalır. Ya bu tutmaları qoyarsan burada ev yox. Hər evin hər tini gül çiçək də, gül çiçək. Bax görürsünüz hər tərəfində açıqlıqdır. Yəni bir qonşu gəlib sizi narahat eləyə bilməz. Bir qonşu 120 min torpağın qiymətidir. Evi yenə təkrar edirəm, 170 min manatdır. Evin qiyməti 170 min AZN. Bax belə hörmətli izləyicilər. Mən hər şeyi olduğu kimi, hər şeyi birdəbir sizə demək istəyirəm ki, bizim məqsədimiz bu evi çəkib göstərməkdir. Artıq söz demək istəmirəm, çünki ev sənətlidir, qufçalıdır. Ev özü deyir, yəni bilən bilir, öz evi danışır ki, bu evdə həqiqətən şey keyfiyyətli olur. Bax istifolla işlərilib, bu giriş hissəsi bu vəziyyətdə. Bax burada da gördüyünüz kimi elektronikalar yox, amma mebellər qalır. Lüstruna kimi asılıb. Sol tərəfdə bunun mətbəxdir. Mətbəxdən də buradan qapı qoymuş. Bura keçmə. Yəni bütün rahatçılıq var bu evdə. Bütün rahatçılıq var. Bax bu da onun zalı. Zalda nələr qalır? Hər şey, hə? Yox, divan gedir. Divan gedir. Görürsünüz hörmətlə. Şeylər var ki, onlar mənim özümündə də. Hə, müəyyən şey, bahar qabları var. Onu götürər yəqin ki. Bax, gördüyünüz kimi bax. Ev özü danışır. Yenə təkrar edirəm, ev 170 min manat. 170 min manata. Qufçalı 6 sotda. 3 sotunun sənəti var, 3 sotunun sənəti yoxdur. Zəbti var. Bu da bunun harada 4-ün 3-ə yataq otağı, sonra bir dənə də birinci yataq otağı. Bu da
Bunun ikinci yataq otağı boşdur. Bax, bu vəziyyətdə mən bu qədər çəkə bildim, sizə bu qədər göstərə bildim. İndi gerisi sizlikdir. Bax, görürsünüz, hər şey var. Hər şey. Yenə sonunda həyata qayıdıram ki, bu siz evə gərək yaxşı-yaxşı həyata baxasınız, hörmətli izləyicilər. Deməyim odur ki, biz çəkiləri çəkdik. Çəkiləsini çəkdik. Amma buranın havasını çəkmək mümkün deyil də. Havası o qədər təmiz, gözəl. Burada su da kəsilmir. 24 saat su. Su, işıq. Çünki Bakı şəhərinə gedən su xəttinin düz 20-30 metrəlindədir. Bax, bura iki tərəfdən yolu var. Bax, gəlir, bax, o dediyim qoçu yaxınlaşdırım biraz. Bax, Arpaçay restoranı da, bax, o gördüyünüz əvvəldə o təzə Vazın Kurku deyilən bir yer var. Oradan da yol gəlir. Təzə yoldan da bura yol gəlir. Nə bilim, böyük arazinin arxasında keçmək olur. Şok marketin yanına gəlmək olur. Hər yerdən də, yəni bunun hər yerdən bu evin girişi çıxışı var. Ha. Bax, belə. İnşallah kimə ehtiyac olsa bizlə əlaqə saxlasın, zəng eləsin, paylaşsın. Ha, bax, belə də nə bilim, ev gözəldir, hər şey gözəldir. Yəni bir dənə qalıb bunun pulunu sahib almaq. Nəysə, gəldik sona. Əsas odur ki, bizim sonumuza gələn olmasın.